Bu bəziləri var edir ki, heç nə müqəddəs deyil. Allahdan başqa heç nə müqəddəs deyil. Biz o insanlar Allahla düz əlaqə yaratmayan insanlardır. Nə Allahı tanıyıb, nə özünü, nə var olduğu aləmi tanıyıb. Biz maddi aləmdə qərar tutmuşuqsa, maddi aləmində öz qayda qanunları var. İnsan maddi aləmdə olduğu müddətdə istəyir cismi ilə də təmas qursun. O mücərrəd anlayışları yerə gətirmək istəyir. Ona görə görsən ki, namaz həm də bədən hərəkətləri. Digər elə otur düşün Allahdan. Bədən hərəkətləri nəyin nəticəsidir? Sən dünya aləmindəsən, cismani təmas istəyirsən. Ona görə rüküyə get, səcdəyə get, əyil, dur. Kəbə evi məsələ nədir? Tohidin rəmzidir. Mən deyirəm, bir dənə daşdır. Bütün müsəlmanlar üzü daşa dayanıb namaz qılır. Sənin məntiqindən götürsə, onda bu da bütpərəstlikdir. Ne üçün bunu gətirib yerdə qərar verib tövhidin rəmzi kimi? Çünki insan cismi də var axı, istəyir tövhidlə fiziki təmasda olsun. Tövhidi cismi də hiss eləsin. Dövlətçilik mücərrəd anlayışdır. Sizcə bayrağı niyə fikirləşiblər? Ona görə ki, istəyir dövlətçilik anlayışını maddiləşdirsin, təmasda olsun ondan. Ona sayğını ifadə eləsin bayraq vasitəsilə. Yoxsa parça-parçadır. O bayrağın parçası ya başqa parça. Bax, bu ziyarətgahlar, pirlər ki, deyirlər, bütpərəstlik əlamətidir filan, tamamilə yanlışdır. Deyir ki, yox, Quran deyir ki, vasitələr belə, Quran bütləri pisliyib, deyir, bunlar nədir? Daş heykəllər yonub onlarla mənə yaxınlaşırsınız. Əslində sən mənə vasitə ilə gəl, vasitəni düz tap deyir Quran, demir vasitəyə tərəf gəl. Vəbtəğu iləyhil vəsilə, mənə tərəf vasitələrlə gəlin, vasitə ilə gəlin, sadəcə düzgün müəyyən elə. Təsəvvür edin, biri götürə bayrağı, qırac-cıra ata oyana ki, mənə lazım deyil. Mən dövlətçiliyə ilə dövlətə belə də bağlayam. Necə münasibət bəsləyərik? Və təxminən bu təkfirçi cərəyanların müsəlmanlar içində bu ziyarətgahları dağıtması, uçurması təxminən bu anlamdadır. Biz Allahı aparır göyə, yerdən qopardır. Ondan sonra müqəddəs heç nə qalmır. Onda nə vətənpərvərliyi qalır, nə torpaq sevgisi qalır. Torpaq olur adi bir şeydir. Torpaq, elə torpaq. Torpağı müqəddəsləşdirən nədir? Onu uca məfhumlara bağlamaq. Musa əleyhissalama deyir ki, fəxlən əleyk, çarıqlarını çıxart. İnnəkə bil vadil müqəddəsi tuva, sən müqəddəs tuva torpağındasan. Torpağa deyir, müqəddəsdir. Quran deyir, yaxşı ki, müqəddəs sözünü işlədir. Quran müqəddəs torpaq anlayışını gətirir.